Bazarın mərkəzi yolu ilə davam edirəm, amma alıcı yoxdur. Artıq bir neçə saatdır bazardayam. Demək olar ki, bazarın bir 95% hissəsini tam gəzmişəm. Amma bu bolluqda, belə bir çox avtomobilin çıxarıldığı bazarda konkret olaraq alıcı yoxdur. Görək, mənim təhlilim, mənim kənardan müşahidəm məni yanıltmır ki, indi soruşacağım bir maşın satanlardan. Görək, bazardan maşın almaq istəyən real alıcı varmı? Çünki mən görmürəm. Nə qədər gəzirəm, görmürəm. Qardaşa yaxınlaşacağım. Qardaş, salam eləkər, vaxtınız xeyir olsun. Üzünüzü çəkmirəm, sadəcə soruşuram. Mən artıq bir neçə saatdır bazardayam. Mən belə müşahidəm bunu deməyə əsas verir ki, bazarda maşın kifayət qədər çoxdur, bolluqda, amma alan real alıcı yoxdur. Bəli. Yəni, Düzdür. yanılmıram ki. Düzdür. Görürsünüz, mən indi bir qardaşın yanındayım. Yorğundur, çəkmək istəmirəm üzünü, çox yorulubdur. Gözləyir, müştəri gözləməkdən yorulubdur. Amma bazarda təəssüf ki, Alıcı yoxdur. bəli, reallıq budur ki, bazarda konkret alıcı yoxdur. Mən daha bir qardaşa yaxınlaşacağam. İndi bir dənə dayının yanındayım. Dayı, bazarda alıcı var yoxsa yoxdur? Bazarda alıcı yoxdur. Gəlib hamı elə bir-birinin maşını soruşur. Ayrı bir alıcı yoxdur. Neçə saatdır buradasınız dayı? Saat 7-dən buradayıq. Artıq saat mən baxım 12-nin yarısıdır. 7-dən dayı dayanıb bir Santa Fe'si var, onu satıb çıxıb getmək istəyir. 22 minə də deyir səhvlərsə. Amma dayı o gözlədiyi alıcını hələ tapıb çıxara bilməyib ortaya. Yəni onun maşını ilə konkret dayanıb bir maraqlanan ciddi alıcı yoxdur. Bəli, yoxdur. Bazarda alıcı var yoxsa? Yoxdur, alıcı yoxdur, çox zəif. Həqiqətən də bazarda vəziyyət çox gərgindir. Alıcı demək olar ki, yoxdur. Qardaş, salam elə ki, siqaret yandırırsınız. Üzrlə hesab edən narahat edirəm sizi. Bazardayım 3-4 saatdır. Vəziyyəti analiz eləməyə çalışıram. Alıcı var yoxsa yoxdur bazarda? Normaldır. Yox, normal deyəndə real dayanıb maşınla maraqlanan, bir maşını alıb gedən alıcı görmüsünüz? Xeyr. Baxın, həqiqətən də vəziyyət, indiki vəziyyət belədir. Bazarda bolluqdur, kifayət qədər bolluqdur, amma alan yoxdur. Daha bir qardaşa yaxınlaşmaq istəyirəm, Ford Fusion'dur. Qardaşın üzünü çəkməyə bilərəm, əgər razılıq versə çəkə də bilərəm, problem yoxdur. Çəkməsəm daha yaxşı, çünki bayaq dediyim kimi əksəriyyəti yorulubdur. Soruşmaq istəyirəm, qardaş, mən artıq 3 saatdır bazardayam. Real dayanıb bir maşınla maraqlanıb, maşını alıb gedən bir alıcı görməmişəm. Amma bazarda kifayət qədər maşın var. Bazarda real alıcı var yoxsa yoxdur? Azdır. Çox azdır. Çox azdır. Bəli. Yəni bu bolluğun qarşısında demək olar ki, yoxdur. Əksər insanlar yönəlib xarici bazara, xarici bazardan gətirirlər. Yəni rahata qaçırlar da, belə deyək. Neçə saatdır dayanmısınız maşınınızı satmaq üçün? Haradasa bir 4-5 saat. Bir gəlib deyən olub ki, bunu 5 aşağı, 5 yuxarı verə aparım. Yox, qiymət söhbət eləyən olmayıb. Yalandan soruşub gediblər. Gediblər. Yəni ki, bu da onu deməyə əsas verir ki, sanki bazara gələnlər kəşfiyyat aparır. Gedək görək bazardakı qiymətlər nə yerdədir. Bu bir kəşfiyyatdır. Alıcı isə yoxdur. Yoxdur. Bu boyda bolluğun qarşısında alıcı yoxdur. Həqiqətən yox. Sayır, görürsünüz, hamısı bazardan çıxır. Amma çıxa bilsələr, bazarın çıxışında böyük bir probka, böyük bir tıxac yaranıb. Yəni sata bilmirlər, qayıdıb çıxıb gedirlər yəni. Belə bir vəziyyət fikir verirsiniz, yuxarı baxın. Hamı çıxardır maşını bazardan, yəni ki, gətirənlər bu qədər maşın gətirildi, amma satılmadı.